Bizə ünvanlanmış bəzi suallara cavablandırmaq istəyirəm. Gələn il üçün cihaz almağı planlaşdırmışam. İndi vacibdirmi? Eşitmə zəifliyi gizli və proqressiv şəkildə inkişaf edən prosesdir. Hər ay itirilən siqnallar gələcəkdə bərpa olunmaya bilər. Hələ yaşım azdır, eşitmə cihazı taxmaq tez deyil. Eşitmə yaşla yox, dərəcə ilə ölçülür. Gecikəndə beynin eşitmə funksiyası daha da ləngiyə bilər. Səsi yaxşı eşidirəm, sadəcə danışığı ayırd edə bilmirəm. Bu sizdə eşitmə zəifliyinin başlanğıcını göstərir. Mütləq şəkildə yoxlamadan keçmək lazımdır. Zamanla qalıcı, geri dönməz dəyişikliklər baş verə bilər. Düzgün tənzimlənmiş eşitmə cihazları bu problemi aradan qaldırmağa kömək edəcək. Cihazı istənilən qulağa taxmaq olar? Xeyr, biz həkimlər hər kəsin eşitmə zəifliyinin dərəcəsinə görə cihazları individual olaraq təyin edirik. Eşitmə cihazına öyrəşmək çətindirmi? Bəli, ilk günlər adaptasiya üçün müəyyən saatlar tələb olunur, lakin zaman keçdikcə əgər cihaz düzgün tənzimlənibsə, çox rahat və qısa müddətdə insan alışır. Eşitmə testi ağrılıdırmı? Xeyr, eşitmə testi tamamilə ağrısız, təhlükəsiz, maksimum 10-15 dəqiqəlik bir prosedurdur və bu test nəticəsində siz eşitmə zəifliyinizin səbəbini, mənşəyini, dərəcəsini rahatlıqla öyrənə bilərsiniz. Sizin də sualınız varsa, şərhlərdə yazıb, növbəti videolarda həmin suallara cavablandıraq.